İtaliya hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 25%, ixracının isə 47%-i bu ölkənin payına düşür. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan Azərbaycana isə 805 milyon dollar həcmində investisiya yönəldilib. Bu barədə Bakıda keçirilən Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında Energetika Naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, qarşılıqlı iqtisadi əlaqələr, o cümlədən Azərbaycan Dövlət Neft Fondu və SOCAR-ın İtaliyada yatırımları iki ölkə arasında əlaqələrin gələcəyə hesablanmış strateji əsasda formalaşdığını göstərir. Cənub qaz dəhlizi üzrə əməkdaşlığımız Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə töhfələrini davam etdirir. İndiyədək Trans-Adriatik Pipeline Avropanı 54,3 milyard, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edir. Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional yaşıl enerji dəhlizi təşəbbüslərimiz Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır. İtaliyanın Çesi şirkəti, Xəzər Qaradəniz Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizləri layihələrinin texniki iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır.